Salam, 5-ci sinif Azərbaycan tarixindən 17-ci dərsimizə keçirik. Dərs 17. Azərbaycan necə parçalandı? 19-cu yüzilliyin əvvəllərində Rusiya imperiyası Qafqazda yenidən fəallaşmağa başladı. Rus zarları israrla 1-ci Pyotrun vəsiyyətlərini gerçəkləşdirməyə çalışırdılar. Onlar Qafqazı bütünlüklə ələ keçirmək, buradan digər şərq ölkələrinə, o cümlədən Hindistana çatmaq istəyirdilər. 1-ci Pyotrun planlarını vaxtilə Şərqin son fatehi, Böyük Azərbaycan sərkərdəsi Nadir pozmuşdu. 18-ci yüzillikdə o, çətin vəziyyətdə olan ölkənin qüvvələrini bir yerə toplaya bilmişdi. Xalqı birləşdirmiş, dövlətin gücünü işğala qarşı istiqamətləndirmişdi. Təəssüf ki, dövr həmin dövr, zaman həmin zaman deyildi. Azərbaycan çoxsaylı xırda dövlətlərə, xanlıqlara parçalanmışdı. Vahid dövlət yox idi. Ölkənin hər yerində daxili çəkişmələr, ara müharibələri hökm sürürdü. Tehranı paytaxt edən türk əsilli Qacarlar sülaləsi də kifayət qədər güclü deyildi. Rusiyanın planlarında Azərbaycan torpaqları xüsusi yer tuturdu. Çar yaranmış əlverişli siyasi şəraitdən istifadə etmək qərarına gəldi. Əvvəlcə Borçalı, Qazax, Şəmşəddil işğal edildi. Ardınca ölkəmizin içərilərinə doğru hərbi səfərlər başlandı. Gəncə xanı Cavad xanın Rus qoşunlarına qarşı qəhrəmanlıqla mübarizə aparması və şəhid olması xəbəri hər yana yayıldı. Yalnız bundan sonra Qacarlar dövləti müharibəyə qoşuldu. İki dövlət arasında uzun sürən müharibə Rusiyanın qələbəsi ilə yekunlaşdı. 1813-cü ilin oktyabrında Qacarlar dövləti və Rusiya arasında Gülüstan sülhü imzalandı. Gülüstan Qarabağ xanlığı ərazisində kənd idi. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqlarından başqa Araz çayından şimalda yerləşən xanlıqlar, həmçinin Lənkəran xanlığı Rusiyaya verildi. Bununla da Azərbaycan torpaqlarının iki imperiya arasında şimal və cənub olmaqla parçalanmasının əsası qoyuldu. Gülüstan müqaviləsindən sonra Şimali Azərbaycan, Cənubi Azərbaycan ifadələri ortaya çıxdı. Azərbaycanın şimal torpaqlarının böyük hissəsi dili və dini ayrı olan işğalçı bir dövlətin hakimiyyəti altına düşdü. Bu ədalətsiz müqavilə ilə torpaqlarımız və xalqımız parçalandı. Şimal torpaqlarımızda amansız müstəmləkə rejimi quruldu. Müstəmləkə, iri dövlətlər tərəfindən zorla tutulan, müstəqilliyini itirən ölkə deməkdir. Xanlıqların ləğvi. Xanların bəziləri ya öldürüldü, ya da qaçaraq Qacarlara sığındı. Ölkəmiz Rusiya imperiyasının sərt qanunları ilə idarə olunmağa başladı. Bu qanunlar xalqımıza yad idi. Əhali üzərinə vergilər qoyuldu. Rus, erməni və digər xalqların torpaqlarımıza köçürülməsinə başlanıldı. Sərvətlərimiz talanıb Rusiyaya daşındı. Nə xalqımız, nə də Qacarlar dövlətinə sığınan Azərbaycan xanları işğalla barışmaq istəyirdilər. Hətta Rusiya hakimiyyətini müqavilə ilə qəbul edən xanlar belə böyük bir səhvə yol verdiklərini anlamışdılar. Rusiya isə İrəvan və Naxçıvanı tutaraq Osmanlı sərhədlərinə çıxmaq, Cənubi Qafqazın işğalını tamamlamaq istəyirdi. 1826-cı ildə Qacarlar dövlətinin Şimali Azərbaycana hücumu ilə yeni müharibə başlandı. İlk vaxtlar Uğur Qacarların tərəfində idi. Rus qoşunları əksər Azərbaycan şəhərlərindən qovulurdu. Lakin hərbi əməliyyatlarda yol verilən səhvlər, Rusların Qafqazı əlavə qüvvələr yeritməsi vəziyyəti kökündən dəyişdi. İrəvan və Naxçıvan Rusiya tərəfindən işğal edildi. Bir neçə döyüşdə məğlub olan Qacarlar sülh bağlamağa məcbur oldu. 1828-ci ilin fevralında Təbriz yaxınlığındakı Türkmənçay kəndində yeni müqavilə imzalandı. Onun şərtləri Gülüstan müqaviləsindən də ağır idi. Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqlarının işğalı ilə razılaşmalı oldu. Onlar həm də Rusiyaya dəymiş ziyanı ödəmək üçün küllü miqdarda pul da ödəyəcəkdi. Müqaviləyə görə Qacarlar dövləti ərazisində yaşayan erməni əhalisi kütləvi surətdə Qafqaza köçürülməli idi. Qacarlar buna mane olmamalı idi.
Bunu bilmək maraqlıdır. Müharibənin gedişində Rus qoşunları Cənubi Azərbaycanın bəzi şəhərlərini də işğal etmişdi. Onlardan biri də Ərdəbil idi. Bu şəhərdə qədim əlyazmalar saxlanılan zəngin kitabxana var idi. Şəhəri işğal edən ruslar bu zəngin xəzinəyə də biganə qalmamışdılar. Rus generalına Şeyx Səfi məqbərəsində yerləşən kitabxananı ələ keçirmək əmri verilmişdi. Ancaq bu iş ehtiyatla görülməli idi. Əhali duyuq düşməməli, kitabxanadakı nadir əlyazmalar səs-küysüz oradan çıxarılmalı idi. Rus generalı hiyləyə əl atdı. Məqbərəyə böyük xalı bağışladı. Sonra kitabxanaya cavabdeh olan din xadimlərini yanına çağırıb onlara bildirdi ki, Çarın öz müsəlman əhalisinə təhsil vermək üçün kitablara ehtiyacı var. Güya onların üzü çıxarılıb yenidən kitabxanaya qaytarılacaq. Sadəlöv və inançlı din xadimləri bu yalana inandılar. Nadir əlyazmalar Rusiyaya daşındı. Ərdəbildə isə hələ uzun müddət bu kitabların geri qaytarılacağını gözlədilər. Türkmənçay müqaviləsi Azərbaycanın parçalanmasını qəti şəkildə rəsmiləşdirdi. Bu müqavilədən bir qədər sonra İrəvan və Naxçıvan xanlıqları Çar fərmanı ilə ləğv edildi. Onların yerində qondarma erməni vilayəti yaradıldı. Tarixi İrəvan ərazisində gələcək erməni dövlətinin bünövrəsi belə qoyuldu. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Nə üçün Rusiya Azərbaycan torpaqlarına xüsusi önəm verirdi? Rusiya Azərbaycan torpaqlarına xüsusi önəm verirdi, çünki Azərbaycan çox mühüm strateji mövqeyə malik idi. Bu torpaqları ələ keçirməklə Rusiya Qafqazı tam nəzarətə götürmək, şərq ölkələrinə, o cümlədən Hindistana çatmaq istəyirdilər. Azərbaycan təbii sərvətlərlə, xüsusilə də zəngin neft ehtiyatları ilə diqqət çəkirdi. Buradan keçən mühüm ticarət yollarına nəzarət etmək Rusiyanın iqtisadi gücünü artırırdı. Bundan başqa, Azərbaycan torpaqları Rusiyanın əsas rəqibləri olan Osmanlı və İran qarşısında üstünlük qazanmaq üçün böyük əhəmiyyət daşıyırdı. Xanlar hansı səhvə yol vermişdilər? Bu səhv nə ilə nəticələndi? Azərbaycan xanları öz hakimiyyətlərini qorumaq məqsədi ilə Rusiya hakimiyyətini qəbul edən müqavilələr imzaladılar. Onlar düşünürdülər ki, bu müqavilələr sayəsində daxili və xarici təhlükələrdən qoruna bilərlər. Lakin bu addım əks nəticə verdi. Xarici dövlətlərlə razılaşmalar xanlıqların siyasi müstəqilliyini zəiflətdi və onları Rusiyadan asılı vəziyyətə saldı. Digər tərəfdən xanlar arasında birlik və həmrəylik olmadığı üçün onlar vahid qüvvə kimi çıxış edə bilmirdilər. Bu parçalanma ölkəni müdafiəsiz qoydu və Rusiya işğalının qarşısını almağı mümkünsüz etdi. Nəticədə Azərbaycan xanlıqları bir-birinin ardınca ləğv edildi və Azərbaycan torpaqları tədricən Rusiya imperiyasının tərkibinə qatıldı. Qacarlar dövləti nə üçün Şimali Azərbaycana hücum etmişdi? Qacarlar dövləti Azərbaycana ona görə hücum etmişdi ki, Azərbaycan torpaqları üzərində öz hakimiyyətlərini bərpa etmək istərdilər. Həmin dövrdə Rusiya Azərbaycan xanlıqlarını tədricən işğal edirdi. Qacarlar isə bunu öz dövlətlərinin maraqlarına təhlükə sayırdılar. Ona görə də Qacar dövləti Azərbaycana hücum edərək Rusiya işğalının qarşısını almaq və Azərbaycanın əvvəlki sərhədlərini qorumaq istəyirdilər. Mətnə əsasən cədvəli tamamlayın. Azərbaycan Gülüstan müqaviləsindən sonra, Türkmənçay müqaviləsindən sonra. Azərbaycan Gülüstan müqaviləsindən sonra Şimali Azərbaycan, Cənubi Azərbaycan ifadələri ortaya çıxdı. Azərbaycanın şimal torpaqlarının böyük hissəsi dili və dini ayrı olan işğalçı bir dövlətin hakimiyyəti altına düşdü. Bu ədalətsiz müqavilə ilə torpaqlarımız və xalqımız parçalandı. Şimal torpaqlarımızda amansız müstəmləkə rejimi quruldu.
Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları Çar fərmanı ilə ləğv edildi. Onların yerində qondarma erməni vilayəti yaradıldı. Tarixi İrəvan ərazisində gələcək erməni dövlətinin bünövrəsi belə qoyuldu. Mətnə əsasən səbəb, nəticə əlaqələrini tamamlayın. Səbəb: Ruslar Qafqazı işğal edib Hindistana çatmaq istəyirdilər. Nəticə: Rusiya ilə Qacarlar arasında uzunmüddətli müharibələr baş verdi. Müharibələrdən sonra Şimali Azərbaycan tədricən Rusiyanın hakimiyyəti altına keçdi. Səbəb: Ölkə xanlıqlara parçalanmışdı. Nəticə: Xanlıqlar arasında birlik olmadığı üçün ölkə zəiflədi və Rusiya işğalını asanlaşdırdı. Nəticə: 1813-cü il oktyabrın 12-də Qacarlar dövləti və Rusiya arasında Gülüstan sülhü imzalandı. Səbəb: Rusiya ilə Qacarlar müharibəsində Qacarlar dövləti Rusiya imperiyasına məğlub oldu. Səbəb: 1826-cı ildə Qacarlar dövləti Şimali Azərbaycana hücum etdi. Nəticə: Rusiya Qacarlar müharibəsinin başlaması oldu. Nəticə: 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi imzalandı. Səbəb: 1826-1828-ci illərdə Rusiya ilə Qacarlar arasında baş vermiş müharibənin yekunlaşması idi. Rusiya ilə döyüşlərdə Qacarlar məğlub oldu və sülh bağlamaq məcburiyyətində qaldı. Bəli, bu qədər. 18-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.